Daxili İşlər Nazirliyi son günlərdə 47 xarici ölkə vətəndaşını Gürcüstandan deportasiya edibdir. Onlar arasında Misir, Efiopiya, Türkiyə, Türkmənistan, Hindistan, İordaniya, İran, Kamerun, Kenya, Konqa, Kuba, Nepal, Nigeriya, Rusiya, Sudan, Şri-Lanka və Çin vətəndaşları var. Hamısına ölkəyə giriş qadağan edilibdir. Miqrasiya Departamenti qanunsuz miqrasiyaya qarşı mübarizəni davam etdirir. Azərbaycandan gələn 1988-ci il təvəllüdlü EA Tbilisi Beynəlxalq Hava Limanında böyük miqdarda narkotik və psixotrop maddə ilə saxlanılıbdır. Onun əl yüklərindən həblər maddi sübut kimi götürülübdür. Qanunvericiliyə görə bu əməllər 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutur. İstintaq davam edir. Tbilisi Polis Departamenti İran vətəndaşı İİ'nin evində 146 bağlamada ümumilikdə 35 kiloqram marixuana aşkarlayıbdır. Maddənin qara bazar qiyməti təxminən 3 milyonları təşkil edir. Saxlanılan şəxsin əməlləri 20 ilədək və ya ömürlük həbs cəzası ilə cəzalandırıla bilər. İstintaq davam edir. Daxili İşlər Nazirliyi və Baş Prokurorluq əməkdaşları Qazaxıstan vətəndaşı R.B.-ni saxlayıblar. O, onlayn kazinolar yaradaraq və istifadəçilərin vəsaitini mənimsəməklə qanunsuz qazanc əldə edibdir. Saxlanılan şəxs üçün ekstradisiya prosedurları davam edir. Axalçı sərhəd sektorunda Türkiyədən Gürcüstana qrup halında qanunsuz keçid edən 2 əcnəbi saxlanılıbdır. Onlar sərhəd nəzarət məntəqəsini yan keçməklə dövlət sərhədini pozublar. Cinayətə görə 5 ilədək həbs cəzası nəzərdə tutulur. Gömrük müfəttişləri 3 xarici vətəndaşın avtomobillərini yoxlayaraq 442 qram bəyan edilməmiş qızıl zinniyyət əşyaları aşkar edib. Ümumi gömrük dəyəri 102.138 lari təşkil edir. Faktlarla bağlı araşdırma davam edir. Gömrük əməkdaşları Daxili İşlər Naziri ilə birgə yoxlama zamanı əl yükündən 21 kapsul Lycra və 28 kapsula metamfetamin aşkar edib. Maddələr laboratoriya analizi üçün göndərilibdir. Fakt üzrə araşdırma davam edir.